Fitness zallarda vəziyyət çox gərgindir. Biri söz verir 3 aya, biri söz verir 2 aya, biri söz verir 5 aya arıqladacam. Nə bilim, insanları müəyyən bir yükə kökləndirirlər, işlədirlər və belə deyək, heç bir şey əsaslanmayan bir sistemdir bu. Qarabaşaq yeyərsənsə 3 ay heç bir şey yeməyəsən, sənə həmin effekti verəcək. Amma sən o effektdən sonra nəyi əldə edəcəksən, onu nəzərə almaq lazımdır. Çünki bugünkü gün hər hansısa bir böyük çəkiyə malik olan insanı yükləmək sağlamlıq cəhətdən çox təhlükəlidir. Əgər nəzərə alsaq ki, 30 ildir idmanla məşğulam, bu il tam 30 il olur ki, mən idmanla məşğulam və idman çox tərəflərdən belə deyək, bələdəm, eyni zamanda da sağlamlıq cəhətdən və biz müəyyən seminarlarda olmuşuq. Amadan seminarında eyni zamanda İdman Akademiyasında oxuyanda müəyyən təhsilə yiyələnmişəm bu haqda. İnsanları səhv yönə yönəltmək, biz Amada ilə bunun üzərində də işləmişik, Azərbaycan Milli Antidoping Agentliyindən. Amada bu işlər üzrə böyük işlər görübdür ki, hansı ki, belə deyək, Gömrük Komitəsi ilə müəyyən əlaqələr qurublar ki, Azərbaycanda qeyri belə deyək, qadağan olunmuş steroidlər gətirilməsin və bu steroidlər bir növ müəyyən bir təsirə malikdir, lakin sonuçda baxırsan ki, sağlamlığa böyük zərəri vardır. Crossfit adı ilə dediyimiz, hamısı crossfit deyirlər. Biraz təngənəfəs olan məşq olanda deyirlər ki, crossfitdir bu. Yəni bu çox qeyri-peşəkar yanaşmadır bu və eyni zamanda əgər biz xarici belə deyək, orqanları nəzərə alsaq, hansı ki, əzəlləri, dizləri və beldir və boyundur, çiyin nahiyəsidir, biləkdir, bu kimi nahiyələri nəzərə alsaq görərik ki, əzəlləri hazır olmayan bir şəxsi yükləyirlər. Ələxüsus ağır çəkili insanlara bu aiddir ki, hansı ki, dizlər, topuq, bel bu yükü götürməyə qabil deyil, lakin çox belə deyək, ağır şəkildə yükləyirlər. Mən çağırış edirəm buradan ki, yəni bunun üzərinə düşülsün və buna diqqət ayrılsın və insanlar ayıq-sayıq davransınlar. Bu kimi şeylərə allanmasın. Bu sağlamlıq deyil, sadəcə müvəqqəti sağlamlıqdır, hansı ki, sadəcə form dəyişəcək, amma daxildə, ələxüsus ürək və qaraciyərdə çox böyük problemlər olacaq. Məsələn, məni götürək Tokyo Olimpiya oyunlarında 14 kilo çəki salmışdım və 14 kilo mən salmışdım 6-7 ay ərzində və müəyyən diyetalar idi, hansı ki, onlardan istifadə edirdim və belə deyək, qida əlavələri də hansı ki, onlardan istifadə edirdim. Amma həkimlərin məsləhəti ilə və eyni zamanda müəyyən qan analizləri də verilirdi ki, hansı ki, mütəmadi olaraq verilirdi və qaraciyərdir, ürəkdir, mütəmadi olaraq yoxlanılırdı ki, nə badə hər hansısa bir problem ola bilər və anidən onu saxlamaq lazım. Çünki birisi sağlamlıq hər şeydən vacibdir. Sən fitness adına sağlamlıq zalına gedəcəksən, sənin sağlamlığa zərər yetirəcəklər. Yəqin ki, İdman Naziri də bu işlər üzrə işlər görür. Mənim xəbərim vardı, eşitdiyimə görə ki, müəyyən bir işlər görülür və hər yerindən duran bugünkü gün özünü belə idman mütəxəssisi adı ilə adlandıra bilməyəcək və gələcəkdə biz bu problemləri yaşamayacağıq və yaxşı olar ki, trenddə yox, peşəkarlara inansınlar.